Bunları eşitmək sənə çox yaxşı təsir edəcək. Sakitcə otur, dərin bir nəfəs al. İndi səni rahatladacaq və ruhuna toxunacaq bir neçə cümlə paylaşacağam. Sadəcə dinlə. Bəlkə bu cümlələrdən biri sənin bugün almağa ehtiyacın olan mesajdır. Bəzi şeylərə sadəcə təcrübə olaraq bax. Bəzən həyat bizə çətin vəziyyətlər gətirir. Biz isə niyə mən deyə soruşuruq. Cavab isə çox sadədir. Bu sadəcə bir təcrübə idi. Hər şeydə ilişib qalmağa ehtiyac yoxdur. Özünə de. Mən yaşadıqlarımı təcrübə kimi qəbul edirəm və yoluma davam edirəm. Bəlkə də biraz istirahət etməyin lazımdır. Hər şeydən yorulduğun, enerjinin tükəndiyi vaxtlar olur. O anlarda özünü məcbur etmə. Bəzən dayanmaq ən böyük addımdır. İstirahət bərpa deməkdir. Ruhun da, bədənin də bəzən buna ehtiyac duyur. Özünə bu icazəni ver. İnsanların münasibətlərinin tək səbəbi sən deyilsən. Bəzən kimisə davranışı səni yaralayır və sən düşünürsən, bəlkə mən nəsə səhv etdim. Xeyr, hər kəsin davranışı onun iç dünyasının əksidir. Sən başqalarının davranışlarına cavabdeh deyilsən. Öz dəyərini başqalarının səni necə gördüyü ilə ölçmə. Tam bitdi dediyin an günəş doğacaq. Bəzən ən qaranlıq an günəş doğmazdan biraz əvvəldir. Ən ümidsiz anda belə içində bir işıq var. Sadəcə səbr et, gözlə və inan. Yeni səhər mütləq gələcək. Sən yalnız keçidin ortasındasan. Bu son deyil. Hər başlanğıc səni hədəfinə daha çox yaxınlaşdıracaq. Bəli, bəzən yenidən başlamaq qorxuludur. Amma bu yeni addım səni hədəfinə doğru aparacaq. Başlamağa cəsarət et. Unutma, hər başlanğıc bir inkişafa dəvətdir. İndi hər şey çətin gələ bilər. Amma keçəcək və gözəl nəticələri olacaq. Bəli, indi çətin ola bilər. Amma bu mərhələ sonsuz deyil. Bu da keçəcək. Və keçəndə sən əvvəlki sən olmayacaqsın. Daha güclü, daha anlayışlı, daha dərin olacaqsan. Bu cümlələr sənin həyatına toxundusa, onları öz həyatına gətir. Bəzən bir cümlə kifayət edir insanı sakitləşdirməyə, yönləndirməyə, şəfa verməyə. Bu cümlələr sənin içində rahatlıq oyatdısa, onları yadda saxla. Unutma, sən güclüsən, dəyərlisən və hər şey sənin ən yüksək xeyrinə baş verir.